Herkese salam kızlar, yeni vloguma xoş gəlmisiniz. Bugünkü vlogum çox ama çox qısa olacaq. Çünki qardaşımın ad günü vlogu idi və getdi. Heç nə yadıma düşmədi ki, nə isə çəkim və s. ilə bir dənə yemək əsnasında çəkdiyim olan videolardı. Gedən kimi çay falan içdi. Daha sonra mama belə qarğıdalı bişirmişdi. Hərəmiz bir dənə qəşəng qarğıdalı yedi. Yine oturduk, çay içdik, söhbət elədik falan. Sonra oturduk yenə yemək yeməyə. Və mama məni göndərdi ki, düş bir-iki dənə reyhan dənlə gəl həyətdə. Bu da anamın aqarodudur, mini aqarodu. Elə hər şeydən biraz əkib, maşallah olsun. Əsas video çəkilməli olan gün bu idi. Onu da eləmədim. Təəssüf ki, həqiqətən başım çox qarışdı. Elə yemək hazırlamağa biraz mamaya kömək elədim. Daha doğrusu yemək hazırlamağa yox, salatı falan doğramağa. Yəni yeməklər hazır idi. Sağ olsun, Allah canını sağ eləsin. Və o qədər söhbət elədik. Yəni tamamen hər şey yadımdan çıxdı. Yenə də heç olmaz, canımız sağ olsun. Əsas odur, bir neçə dəqiqəlik xatirəmiz qalacaq burada. Deməli qızlar, bunu danışmaq istəyirəm. Mən Rusiyadan gələn günü qardaşım da elə əsgərlikdən gəlmişdi, Opskaya gəlmişdi daha doğrusu. Və mən həmin günüsü anaya dedim ki, əvvəlcədən ataya da, anaya da tapşırmışdım ki, qəti şəkildə qaqaşa deməyin ki, mən gəlirəm. Yəni tamamen qaqaşa sürpriz olmuşdum. Məni gördü, şoka düşdü, hətta gözləri belə yaşardı da, yəni o dərəcə şok keçirdi uşaq. Neysə, hədiyyəsini də elə həmin gün vermişdim. Bu isə gedənə yaxın idi ad günüsü, həmin ərəfədir. Elə biz də həmin gün qaldıq, qardaşımın ad gününü qeyd elədik, təbrik elədik. Xüsusi bir ad günü keçirtməmişik. Kim elə istəyirdisə o gəlmişdi, anar dayımız var idi, o gəlib bizə. Elə çay içdi və salam, yəni yemək süfrəsidir, qonaqlıqdır falan, belə böyük bir şey olmayıb, elə özümüz olmuşuq. Qaynanam gedib elə bir neçə gün qabaqcadan bizdə idilər deyə, yəni bir yerdə olmuşuq deyə. Dedilər ki, əgər böyük qonaqlıq falan yoxdursa, biz tərəfindən təbrik eləyərsən, gələn dəfə gələndə inşallah biz yenə gələrik. Bu arada qardaşım kənd toyuğunu çox sevir, qaynanam da sağ olsun, qəşəng bir dənə kənd toyuğu kəsib göndərmişdi ki, mama pişirsin, qaqaş da əskərə getməzdən qabaq yesin. Hələ də mənim özümə də maraqlıdır ki, niyə mən belə bir gündə qəşəng bir vlog çıxarda bilmədim ortaya. Amma eyb yoxdur, canımız sağ olsun, bir balaca da olsa xatirəmiz var. Bu günlük bu qədər. Kanala abunə olmağı unutmayın.